Rəhman və Rəhim olan Allahın adıyla salam, xoş edirsiniz möminlər. Allah oruclarınızı, namazlarınızı qəbul etsin inşallah. Bugün yenə də vədimizə sadiq qalırıq. 30 gün, 30 ayənin növbəti çəkilişidir, növbəti buraxılışıdır ki, sizlərə təqdim edəcək. Quran-ı Kərimdən yenə də danışırıq və növbəti ayəmizdən, növbəti surəmiz yenə də Bəqərə surəsindəndir. Bəqərə surəsinin 148-ci ayəsi. Bəqərə surəsinin 148-ci ayəsinin bir hissəsində mütəal olan Allah bizlərə buyurur, yaxşı işlərdə bir-birinizlə yarışın. Çalışın ki, yaxşı işlərdə bir-birinizi ötüb keçəsiniz. Bu dünya əvvəlindən yarış dünyasıdır. Elə biz baxırıq da bu dünyada insanlar bir-birindən yarışırlar. Biri malının, sərvətinin çox olmağı ilə yarışır. Ki, malım, sərvətim çox olsun, nə bilim, şirkətim olsun, ofisim olsun, holdingum olsun, holdingdən sonra filan, məsenat yarışırlar bir-birlərinə, gedirlər üzü yuxarıya tərəf. Digərləri, məsələn, məşhur olmaqdan ötürü yarışırlar ki, məşhur olum, insanlar məni tanısınlar, insanlar demir ki, ya məsələn, mən xeyri işləri görüm, bu işlər bəşəriyyət üçün qalsın, insanlar üçün qalsın, millətimiz üçün qalsın, gələcək nəsillər bundan istifadə etsin. Yox, məsələn, bunların niyyətləri budur. Niyyət budur ki, hər nə yolla olur olsun, mən məşhur insan olub, insanlar məni görəndə, məsələn, ehtiram eləsinlər, harada elə buyur desinlər, çəkib aparsınlar yuxarı başa. Bəziləri buna görə bir-birinə yarışır. Cahiliyyət dövründə, məsələn, ərəblər var idi ki, o zamanda övladlarının sayına görə bir-birinə yarışırdılar ki, məxsusən oğlu övladları çox olsa, kimin oğlu övladları çoxdur. Yəni, bunlar hamısı yarışırlar təkəbbürlə, məsələn, biri digərindən yarışırdılar ki, mən ondan böyük görsənim filan. Yəni, bu kimi şeylərdən insanlar görürsən ki, yarışırlar. Amma Allah Teala buyurur ki, bunlar boş şeylərdir, bunlar bu dünyada qalan işlərdir, bunlar bu dünyanın işləridir. Xeyir işlər görməkdə bir-birinizlə yarışın, əmələ salih olmaqda bir-birinizlə yarışın, yaxşı işlərdə yarışın bir-birinizlə. Gəlin oturun, məsələn, bir-birinizlə danışın ki, bu günləri, məsələn, kim sədəqə verib, məsələn, bir-birinizlə oturun, müzakirələr edin ki, məsələn, filan imkansızı biz nə cür, məsələn, eləyək ki, bir öz ayağının üstünə dayana bilsin və yaxud da, məsələn, bir kimsəsiz oğlanı biz necə eləyək ki, bir evləndirək, eveşə eləyək onu və yaxud da, məsələn, bir ata himayəsindən, ana himayəsindən məhrum qıza nə cür biz eləyək ki, bir cərcəyizini düzəldək, bunu aparaq, bir, məsələn, öz bəxt evinə göndərək. Bu kimi şeylərdə yarışmaq lazımdır bir-birindən. Əgər bu kimi şeylərdə bizlər yarışmış olsaq bir-birimizdən, Allahın bizdən istədiyi bu işə, bu ayəyə, bu əmələ əməl etmiş olarıq. Ki, Ramazan mübarək bizlərə bunu öyrədir. Ramazan mübarəkin bizlərə bir neçə dərsləri var və öyrətdiyi şeylərdən biri də budur ki, insanlar biri digərlərə qarşı yaxşılıq eləsinlər. Biri digərlərinə səmimi olsunlar, mehriban olsunlar, ülfətləri, bağlılıqları insanların bir-birinə olsunlar. Deməsinlər ki, əşi, mənə nə var? Bu əşim sözünü, mənə nə var sözünü, bu kimi kəlmələri insanlar çəkib qoysunlar bir qırağa, biri digərlərinə maraqlansınlar, biri digərlərinin halına yansınlar ki, burada cəmiyyət üçün də fayda vardır, insanlar üçün də fayda vardır, insanlıq üçün də fayda vardır. Allah bizi eşidib, əməl eləyənlərdən qərar versin bu ayda. Sağ olun, Allahın amanında qalın.